Hörmətli izləyicilər, mən Tovuz rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Ramiz Həsənov bu video çarxı çəkirəm. Ondan ötəri ki, bu video çarxı, bəli, bu gördüğünüz mən Tovuz rayon İşıq İdarəsində də olmuşam. Onların baş injiner, baş mühendislerine de demişəm. Bu direkt görürsünüz, yüce aralanıp orada onu saklayan bir tane necə deyirlər, məftildir və eyni zamanda o hansı ki məftilə bağlanan şnur və şüşədir. Buradan hər dəqiqə bu uça bilər, hər dəqiqə fəlakət törənə bilər. Bunun haqqında da Azər İşıq, Tovuz Azər İşıq İdarəsi heç bir necə deyirlər, üzerine düşen işleri görmürlər. Galiba bu da gördüğünüz, bu da şunur. Bunda neye göre atıblar bura, ne məqsədlə bilinmir. Bu da buradan üstü açıqdır. Belə zəhlənkarlıqla işləyirlər görünür. Necə deyirlər, onlar üçün başka diğer sahələr maraqlıdır. Öz mənafelerini güdməkdən ötəri onlar bu işlərə baş qoşmurlar. Xahiş edirəm, bu haqda bir ölçü götürəcək. Bəli, bu da Tovuz rayonunun 6-cı küçə, Dönikalı kəndində 6-cı küçənin deyilən yerdə də bir ən son dayak stolpadır, dayaqdır, işıq dayağı. Bunları da xahiş ederim, bakta da Tovuz rayon İşıq İdarəsi, Energetika İdarəsi özlerine düşən məsuliyyəti təcili surətdə aradan qaldırsınlar.